Qadağa ilə sərhəddin fərqi budur. Bir qadağa var, bir sərhəd var. Bunlar fərqli şeylər. Qadağa əhilləşdirmədədir. Qadağa əhilləşdirməyə daxildir. Biz heç bir səbəb göstərmədən, izah vermədən yasaqlayırıq hansısa mövzunu. Bu olmaz. Araşdırmalar göstərir ki, yasaqlanan, qadağa olunan şeylərin böyük əksəriyyətində insanlar, hətta böyüklərin özləri belə onu pozmağa çalışırlar. O daha çox maraq yaradır. Bəli. Yasaq. Amma sərhəd nədir? Sərhəd odur ki, bir yasaq qoyulur, amma onun fəlsəfəsi, niyyəsi qarşı tərəfin anlayacağı, başa düşəcəyi dildə izah olunur ki, bu yasaq bu səbəblərdən dolayıdır. Bunun fəsadı budur, narahatlığı budur. Sərhəd qoymaq belə və mütləqdir. Sərhədlər qoyulmalıdır. Uşaq bilməlidir ki, bəli, mən azadam, amma müəyyən bir çərçivənin içində azadam. Məsələn, düşünün ki, uşağı aparırsınız parka oynamağa. Park daxilində, böyük bir parkdır. Park daxilində minimal müdaxilə olmalı. Uşaq istəyir, bu oyuncaqla yox, bundan oynasın, bu karuselə yox, digərinə. Burada azadlıq olmalı. Amma uşaq, düşünün ki, o park bir prospektin, bir böyük yolun kənarında uşaq yola çıxmaq istəyən dərhal müdaxilə olmalı da qaytarılmalıdır. Amma o parkın daxilində uşaq azad olmalıdır. Öz istədiyi seçimlərini, qərarlarını verməlidir.